Salam, əziz izləyicilərim. Mən bu gün cicikəndən cins hazırlayacağam. Hardasa 3 dəstə cicikənim oldu. Onu yaxşıca yuyuram bulağın altında. Süzgəçdən süzürəm. Süzgəçdə də yenə yuyuram. Yaxşı axsın, təmiz olsun. Cicikənləri qazana əlavə edirəm. Üstünə qaynar su tökürəm. Qaynar su töküb biraz da pörtlədirəm cicikənləri. Süzürəm cicikənlərimi, pişib artıq. İçliyi üçün 3 orta boy soğan doğrayıb. Vanxodda soğanın acı suyu kəsilənə kimi qarışdırıram. Sonra üstünə yağ əlavə edirəm, çərə yağı. Yenə qarışdırıram. Rəngi sarılana kimi hardasa qarışdırmalıyım. İndi çəkirəm doğramağa cicikənlərimi. Xırda-xırda doğrayıram. Blenderdən keçirmirəm. Doğrayanda ləzzəti başqa olur. Xırdalayıram. Soğana bir damcı, bir çimdik deyim, duz əlavə etmişdim. Soğanımızın rəngi artıq saralıb. İndi içinə cicikənimizi əlavə edirəm. Qarışdırıram yenə. Göyərtimizi hazırdır artıq. İndi keçirəm pendirlərimi troykadan keçirməyə. 3 inək pendiri 200 qram, Holland pendiri 150 qram, 100 qram belə hazırdır. Cirsin xəmiri üçün 500 qram un, 1 çimdik duz, 2 ədəd yumurtanın sarısı, ağından ayırıb sarısını tökürəm. Xəmiri yoğururam. Xəmir normal olmalıdır. Nə duru olmamalıdır, nə bərk olmamalıdır. Xəmirimiz yoğurdu. İndi kündələrə ayırıram. Beş dənə kündə çıxıb. Xırda-xırda.
yayırıq. Dairəvi fiqurla kəsirəm xəmiri. İçli üçün 3 dəstə cicirkən, 200 qram 3 inək pendiri, 150 qram, 100 qram da hardasa Holland pendiri. Pendirləri içlik soyuyandan sonra əlavə edirəm. Əvvəl eləmək olmaz. Soyuyandan sonra edilməlidir ki, əriməsin. Azca da duz vurdum. Çünki pendirlərim çox duzlu deyildi. Bükürəm. Büküb yığıram. Suyumuzu qoymuşduq qaynamağa. Artıq suyum qaynayıb. 2 xörək qaşığı duz tökürəm. Qarışdırıb xəmirlərimi tökürəm. Tökü qarışdırmaq lazımdır ki, bir-birinə yapışmasın. Qalan xəmirlərimi də tökürəm. Əlavə edirəm qazana. Qarışdırırıq ki, yapışmasın bir-birinə xəmirlərimiz. Cirsimizin üzəri üçün sarımsaqlı ağartı deyək hazırlayıram. Artıq cirsimiz yemək üçün hazırdır. Cirsimizi süzürəm. Üstünə kərə yağı səpirəm. Üzəri üçün hazırladığım ağartını tökürəm. Hazırlayıbsınızsa, bəyənibsinizsə, yorum yazmağı və kanalıma abunə olmağı unutmayın. Hər kəsə nuş olsun.